Və sonra müəllif rahmetullah aleyh buyurur ki, "Vəssalatu alə mən mətə min əhlil qiblə sünnə." Qiblə əhlindən ölən kəslərin cənazə namazlarını qılmaq sünnədir. Və bununla xavariclərə və mu'təziləyə həmçinin cavab vermiş olub. Niyə? Çünki mu'təzilə və xavariclər böyük günah sahiblərini təkfir etdiklərinə görə böyük günah sahiblərinin cənazə namazlarını icazəli görməyiblər. Və əslində sünnədə o gələn dəlillər ki var, böyük günah sahibinin cənazə namazının qılınması ilə əlaqəli, o hədislər hamısı xavariclərin etiqadına cavab olan dəlillərdir. Niyə? Çünki böyük günah sahibi kafir olsaydı, onların cənazə namazının qılınması Allah Rasulü və onun əshabı tərəfindən bu icazəli olmazdı. Onların cənazə namazlarının qılınması, yəni onlar üçün dua edilməsi, onlar üçün bağışlanma dilənilməsi, bu dəlildir ki, onlar müsəlman idilər. Və müəllif buyurur ki, "Vəssalatu alə mən mətə min əhlil qiblə sünnə." Qiblə əhlindən ölən kəslərin cənazə namazını qılmaq sünnədir. Əl-mərcum və zəni və zəniyə. Rəcm edilmiş zinakar kişi və ya qadın olsun, evli, zinakar kişi və qadının hökmü nədir? Rəcm, daşqalaq edilərək öldürülmək. İstər belə birisi olsun, onun cənazəsini qılmaq sünnədir. Yəni cənazəsi tərk edilmir. Yəni bu zinə etdiyinə görə öldürülüb, ona görə bunun cənazəsi qılınmaz deyilmir. Məhz bunu həmçinin niyə zikirlədi? Həm ağır məsələ olduğuna görə, bu zinə edib, bunun cənazəsini qılaq, qılmayaq, belə şey müzakirə edilmir. Həm də bu sünnədə varid olduğuna görə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm həm Ma'iz İbn Malik radiyallahu anhu, həm də Qamidiyyə, Qamid qəbiləsindən olan qadın. Hər ikisi də zinə etdiklərinə görə ayrı-ayrı hadisələrdir. Hər ikisi də daşqalaq edilmişdi və hər ikisinin də cənazə namazı qılınmışdı. Və hətta sahabələr təəccüblənəndə ki, ey Allahın Rasulü, biz indi onu öz əlimizlə daşqalaq elədik. İndi onun cənazəsini qılırıq. Allah Resulü aleyhissalatü vesselam buyurur ki, əgər onun tövbəsi Mədinənin münafiqlərinə paylanılsaydı, vəs edərdi hətta artığı ilə. Və sonra müəllif buyurur ki, o zinakar kişi qadını zikr edəndən sonra həmçinin buyurur ki, وَالَّذِي يَقْتُلْ نَفْسَهُ وَغَيْرُهُمْ مِنْ أَهْلِ الْقِبْلَةِ وَالسَّقْرَانُ وَغَيْرُهُ وَالصَّلَاةُ عَلَيْهِمْ sünnə. Fərqi yoxdur. İstər zinakar birisi və ya istər özünü öldürən birisi, öz canına qəsd edən birisi olsun və ya sərxoş birisi olsun. وَغَيْرُهُمْ مِنْ أَهْلِ الْقِبْلَةِ və ya qiblə əhlindən digər böyük günah sahibləri olsun. Əs-salatu aleyhim sünnə. Onların cənazə namazını qılmaq sünnədir. Fikir verdiniz, müəllifin əsas diqqəti cəlb etmək istədiyi nöqtə nədir? Böyük günah sahibləri. Görürsünüz nələri misal verdi? Zinakar, kişi, qadın və özünə qəsd edən və ya sərxoş birisi. Yəni müəllif demək istəyir ki, böyük günah sahibinin cənazəsi tərk edilmir. Əhl-i-sünnənin üsulundandır ki, böyük günah əhlinin cənazəsi qılınır. Və həmçinin burada وَالَّذِي يَقْتُلْ نَفْسَهُ özünü öldürən, buna ayrıca niyə qeyd edilib? Çünki bir hədisdə gəlib, bəzi hədislərdə, o hədislərdən birisi Səhih Müslimdədir. Hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına bir cənazə gətirilir, öz canına qıyan, özünə qəsd edən birisinin cənazəsi gətirilir. Və Allah Resulü aleyhissalatü vesselam onun cənazəsini qılmır. Onun cənazəsini qılmır.
Bu hədisə əsasən, hətta sələfdən olub bəzi alimlər, bu Abdurrahman Avzai rəhmətullah aleyhdən, həmçinin Ömər İbn Abdüləzizdən də rəvayət olunub ki, onlar deyirdilər ki, öz canına qəsd edən, özünü öldürənin cənazəsi tərk olunur. Bu hədisə əsasən bəziləri sələfdən deyib. Lakin cümhur alimlər rədd ediblər. Ona görə müəllif buna ayrıca qeyd edir. وَالَّذِي يَقْتُلْ نَفْسَهُ وَغَيْرُهُمْ مِنْ أَهْلِ الْقِبْلَةِ İstər özünə qəsd edən və ya digər, fərq etməz. Qiblə əhlindən olan hər kəsin cənazə namazı qılınır. Və Allah Resulü aleyhissalatü vesselam nə üçün qılmadı? Yəni bu məsələyə cavab versək, hədisə aydınlıq gətirsək, tə'dib, yəni ədəbləndirmək babından ki, digər insanlara da bir görk, bir ibrət olsun deyə. Amma Allah Resulü aleyhissalatü vesselam tərk etdi deyə sahabilər tərkləməmişdilər. Çünki Nəsainin sünənində başqa hədisdə də gəlir ki, Allah Resulü aleyhissalatü vesselam tərk edəndə sahabələrə deyir ki, dostumuzun cənazəsini qılın. Lakin Allah Resulü özü tərk eləmişdi ki, digər insanlara da ibrət olsun deyə. Ona görə alimlər deyirlər ki, bir yerdə yaşayan bir ağsaqqal, bir alim, sözü keçən, insanların əməlindən ibrət götürdüyü birisi belə bir hal olsa və o cənazə namazını tərk eləsə, cənazə namazını qılacaq başqa insanlar olsa, ibrət üçün digər insanlara bir nümunə olsun deyə, həmin adamın cənazə namazını tərk edə bilər, icazəlidir. Hər adama yox, hər yoldan keçən, hər sıravi yox. Çünki mən getdim, filan kəsin cənazə namazını qılmıram. Qılmırsan, qılma. Yəni, sənin onu tərk eləməyin zərəri yalnız özbədir. Söhbət o adamdan gedir ki, onun sözü eşidilir. Özü, əməli o cəmiyyətdə nümunə kimi götürülür. Belə birisi. İbrət olsun deyə bəzi hallarda bu cür icazəlidir. Və həmçinin fikir verdirsə, müəllif burada nə dedi? Min əhlil qiblə. Kimin cənazə namazını qılmaq? Qiblə əhlinin. Deməli, bu kimə xasdır? Müsəlmanlara. Yəni, əhlül qiblə, yəni muslimun. Qiblə əhli müsəlman kəlməsinin sinonimidir. Deyirik ki, müsəlmanlar, Muhammed ümməti, qiblə əhli. Bunlar sinonim sözlərdir. Nə üçün deyilib qiblə əhli? Çünki hər ümmətin qibləsi var axı. Namaz qılanda qibləyə yönəldirik. Heyvan kəsəndə qibləyə yönəldirik. Cənazəni bastıranda qibləyə yönəldirik. Yəni, hər ümmətin bir qibləsi var. Ona görə müsəlmanlara həmçinin deyilib nə? Əhlül qiblə. Və müəllif demək istəyir ki, müsəlman olan birisinin, qiblə əhlindən olan birisinin cənazəsi qılınır. Küfrü ortaya çıxan, kafir, müşrik olanların yox. Ona görə uca Allah Rasuluna xitabən buyurur ki, وَلَا تُصَلَّ عَلَى أَحَدٍ مِّنْهُمْ مَاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَى قَبْرِهِ Onlardan, münafiqlərdən, kafirlərdən heç kəsin cənazə namazını qılma və onların qəbirləri üzərində durub onlar üçün dua etmə. Nə üçün? İnnəhum kəfəru billahi və rasulihi və mətu və hum fəsiqun. Çünki onlar Allah və Rasuluna küfr ediblər və fasıq olaraq, kafir olaraq da ölüblər. Deməli, Allah öz Rasuluna nəyi qadağan etdi? Lə tusalli alə əhədin minhum mətə əbədən və lə təqum alə qabri. Onlardan ölən birisi olsa, heç vaxt onun cənazə namazını qılma. Onun qəbri üzərində durma. Və Peyğəmbər sallallahu aleyhi və səlləm əmisi Əbu Talib şirk üzərində ölmüşdü. Onun üçün dua eləmək, Allahdan bağışlanma diləmək istədikdə ayə nazil olur ki, Mə kənə linnəbi vəllezine əmənu ən yəstəğfiru lil-müşrikin və ləv kənu uli qurbə min ba'di mə təbəyyənə ləhum ennəhum əshabul cəhim. Heç bir Peyğəmbərə və heç bir möminə yaraşmaz ki, müşriklər üçün, şirk üzərində ölən birisi üçün Allahdan bağışlanma diləsin. Hətta o, yaxın qohum olsa belə, nə vaxtdan sonra min ba'di mə təbəyyənə ləhum ennəhum əshabul cəhim. Onların cəhənnəm əhli olduğu ortaya çıxandan sonra.
ya münafiqdir, nifaqı ortaya çıxıb, kafir, müşrik olduqları bəlli olandan sonra onların cənazə namazı qılınmır. Deməli, kafirlərin, müşriklərin, əsli kafirlərin və ya kitab əhli fərqi yoxdur və ya nifaqları ortaya çıxan kəslərin cənazə namazları qılınmır. Cənazə namazı xasdır müsəlmanlara. Min əhlil qiblə. Sual verilə bilər, yəni bu məqamda namaz qılmayanın cənazə namazı qılınır ya yox? Cavab. Nə üçün bu sualı verdik? Nə üçün bu sualı verdim mən? Çünki bu sualı verməkdə məqsəd, çünki namaz qılmayanın hökmündə alimlər ixtilaf ediblər ya yox? İxtilaf ediblər. Bu sualı ona görə verdim ki, bu ixtilafa baxmayaraq namaz qılmayanı müsəlman görənlər, namaz qılmayanı müsəlman görən alimlər aydındır. Namaz qılmayan birisi ölsə, onun cənazə namazını qılır, qılmır? Qılır. Çünki müsəlman görür. Hətta namaz qılmayanı hökmü olaraq kafir görən alimlər belə namaz qılmayanın cənazəsini qılıblar. Yəni, əməldə birləşiblər. Əməldə ixtilaf yoxdur. Niyə? Çünki namaz qılmayanı kafir görən alimlər müəyyən şərtlərlə bunu təkfir ediblər. Necə? Bir, namaz qılmayan qazi tərəfindən, məsul birisi tərəfindən namaza çağırılır və deyilir ki, namaz qılmasan öldürüləcəksən. O da deyir ki, öldürün, qılmıram və öldürülür və bunun cənazəsi qılınmır. İndi sual, bu İslam tarixində bir dəfə də olsa baş verib? Baş verməyib. Ona görə də İslam tarixində, İslam cəmiyyətində daima namaz qılmayanların çox olmasına baxmayaraq, hələm indiyənə qədər namaz qılmayanın cənazəsi tərk edilməyib. İcma ilə. Bunu kim deyir? İbn-i Qudamə. Bunu kim deyir? Nəvəvi. Bunu kim deyir? İbn-i Abdülbər. Bunu kim deyir? Şeyxülislam İbn-i Teymiyyə rəhmətullah aleyhim. Ki, daima bütün dövrlərdə, bütün yerlərdə namaz qılmayanlar çox olub. Buna rəğmən həm sağlıqlarında, həm də vəfatlarından sonra onlarla müsəlman kimi müamilə edilib. Hətta o alimlər ki, namaz qılmayanı kafir görsə belə. Aydındır.